WhatsApp kanalımıza paylaşdığımız bu sualda da bəzi şagirdlərimiz izahını istəyib və bu sualda izah eləyək. Hər iki tərəfi isimlə ifadə olunmuş söz birləşməsini tapın. Hansıdır? Deməli, bizə lazımdır hər iki tərəfi nə olsun? İsim olsun. Dadlı xörək, dadlı sifət. Xalq qəhrəmanı, xalq isim, amma qəhrəmanı uşaqlar sifətdir. Qəhrəman sifətdir, ona görə C-ndə çıxırıq. Qaçan uşaq, qaçan sözü nədir? Feili sifət. Bağdakı ağac, bağdakı nədir? Sifətdir. Cavabımız olur B bəndi. İpək, şal, ipək sifət, isim, daha doğrusu şal isim. Sadəcə buna deyirlər sifətləşmiş isim, amma yenə də ipək sözü isim olaraq qalır. Cavabımız oldu B bəndi. Siz də bu sualları işləmək istəyirsinizsə, yəni 9-cu sinifin əvvəlki buraxılış suallarını işləmək istəyirsinizsə, WhatsApp kanalımıza keçid edə bilərsiniz. WhatsApp kanalımıza daxil olmaq üçün isə YouTube postlarına daxil olun.